BMW Y39 sürənləri salamlayıram. Bugünkü qonağımız M62B35 motorla, yəni ki 535 ay, 8 silindr və bugün biz ona soyuq termostat yazdıq. Diaqnostikada siz görə bilərsiniz, hal-hazırda maşın durub 93,75 dərəcə motorun antifrizidir. Qeyd edim ki, əvvəl 105 dərəcəyə kimi qalxırdı. Bu onun zavod tərəfdən qoyulan temperatur. Bu motor üçün bu temperatur ancaq ziyan vurur. Bütün prokladka, salnik, gofra hamısı tez qurur, çünki böyük temperaturdur. Bir sözlə bunun dərmanı bizdə var. Buyurun, yaxınlaşa bilərsiniz. Proses təxmini yarım saat aparır. Əlavə sualınız hansısa varsa əlaqə saxlaya bilərsiniz və yaxud yaza bilərsiniz. Mən isə sizinlə sağollaşıram. Sağ olun, sağ-salamat.